Biz pulla hər şeyi eləyə bilmərik. Sizin normal iş mühitiniz, normal sistemləriniz, yəni HR siyasətiniz düzgün deyilsə, siz heç vaxt yaxşı işçilər saxlaya bilməyəcəksiniz şirkətinizdə və belə deyək də, o işçilərin faydasını görməyəcəksiniz. Bir də insan resurslarına bir-birinə bənzədirəm. Onların işinin təsiri birbaşa ictimaiyyətlə və cəmiyyətlədir. HR zaten strateji funksiyadır. Biznesin kökündə kiçik və orta sahibkarlar durur. Şirkətin çox aydın şəkildə hədəfləri olmalıdır. Yəni, hədəfi olmayan şirkətdə hansısa bir performans sistemini qurub işlətməyin heç bir mənası yoxdur. Satışı artırmaq hədəf ola bilməz. Hədəflər bir-birinə ahəngdə olmalıdır ki, şirkət ümumi, necə deyərlər, hədəfinə gəlib çata bilsin.